Paytaxtın Yasamal rayonu Bakı kənar dairəvi yolun kənarındayıq. Axşam saatlarında ərazidəki otluq sahədə yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğına mühafizə xidmətinin canlı qüvvəsi, texnikası cəlb olunub. Hələ də yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Havanın nisbətən isti olması və ərazinin də quraq otlardan ibarət olması yanğının tez bir zamanda genişlənməsinə səbəb olub. Bəli, böyük bir ərazidə yanğın var və get-gedə də ərazi miqyas genişlənir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da yanğının qarşısını almağa tez bir zamanda söndürməyə çalışırlar. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 5 əsas yanğın texnikası cəlb olunmuşdur. Yanğın Xocasən Gölü və kənar dairəvi yol istiqamətində olan ara dağlıq relyefdə baş verib. Yanğının yayılması qarşısı tam alınıb. Yaşayış obyektlərinə keçməsi tam şəkildə qarşısı alınıb və mühafizə olunub. Yanğınla bağlı ilkin ehtimal nədir? Nədən baş verə bilər? Yəni bu yanğın nədən ola bilər ki, qısa müddətdə belə genişləndi? Geniş miqyas almasına səbəb oydu ki, relyefin dağlıq relyef olması və demək olar ki, tam şəkildə quru otla əhatə olunmasıdır. Fövqəladə Hallar Nazirliyi tərəfindən əhaliyə məlumat xarakterli olaraq video çarxlarda çəkilişlər var ki, hansı ki, əhali meşə zonasında, quru otlar olan zonalarda yanğınla bağlı təhlükəsizlik qaydalarına riayət etsinlər.